Salam, hər birinizi yeni qaydanın izahında xoş gördük. Bugünkü yeni qaydamız, lövhədə adı tam şəkildə düşüb-düşmədiyini bilmirəm, amma elə bilirəm görünür. Mürəkkəb tamamlıqdır, yəni ingilis dilində adı complex objectdir. Mürəkkəb tamamlıq üzərində iş, hərəkət icra edilən əşyanın və ya şəxsi bildirən ikinci dərəcəli cümlə üzvünə deyilir. İngilis dilində tamamlıq mənaca iki yerə bölünür. Vasitəli tamamlıq, vasitəsiz tamamlıq. Bizə burada vasitəsiz tamamlıq dedikdə nədir? Məsələn, deyirik ki, my father bought a book yesterday. Atam dünən mənə bir kitab aldı. Atam dünən mənə nəyi aldı? Atamın aldığı şey, yəni kitab, mənim üçün obyektdir. Burada olur vasitəsiz. Bir də var vasitəli tamamlıq. Bu nədir? Bu növ isə tamamlıqdır və sözünlüsüz və ya sözünlü olmaqdan iki yerə bölünür. Məsələn, deyirəm, my father bought me a book yesterday. Burada boughtdan sonra diqqət eləsəniz, me, yəni obyekt əvəzliyini qoyduq. Ona görə burada yəni həm sözünlü olur, həm sözünlüsüz. İkinci tərəfdə isə deyirik ki, my father bought a book for me. Yəni əslində eyni mənaya gələn cümlələrdir. Sadəcə orada birində me, birində isə for me deməyimiz bizim vurğuladığımız kimi sözünlü və sözünsüz olduğunu yola gətirdi. Əsasən uşaqlar test eləyərkən mürəkkəb tamamlıqda nəyə diqqət eləməlidirlər? Mən ən çox ondan danışmaq istəyirəm. Mürəkkəb tamamlıqda şagirdlər test eləyərkən ən diqqət eləməli olduqları yer mürəkkəb tamamlıqda olan feillərin 3 qrupa bölünməsidir və bu qrupun feillərini düzgün şəkildə əzbərləməlidir. Gördüyünüz kimi lövhədə mən lövhəni 3 hissəyə belə ayırmışam. Birinci qrup feillər, ikinci qrup feillər və üçüncü qrup feillərdir və bunları ortaq olaraq olan obyekt əvəzliklərini və adlı halda olan isimləri qeyd eləmişəm. Bir də bu qrup feillərdən sonra nəyin gəldiyini aydın şəkildə qeyd eləmişəm. Gəlin ən birinci qrup feillərdən başlayaq və özlərindən sonra nəyi tələb elədiklərinə diqqət edək. Demək, ən birincisi, birinci qrup feillərimiz hansılardır? Let və make. Let və make-in ayrılıqda tərcümələrinin birinin icazə vermək, birinin isə etmək, yaratmaq olduğunu əlbəttə ki bilirik. Və bir dənə onu unutmayaq ki, hansı qrup feil olur olsun, istər 1, 2, 3-cü qrup feillərdən sonra ümumi hamısından sonra obyekt əvəzliyi gəlməlidir və həmçinin də adlı halda olan obyekt əvəzliklərini qeyd eləmişəm. Me, you, him, her, it, us, them və ya adlı halda olan isimlər. İnsan adı da ola bilər, Milay və ya adlı halda olan bir isim ola bilər. Amma heç vaxt bu qrup feillərdən sonra biz əvəzliyi şəxsmi, yəlikmi, isimsizmi və ya qayıdış olaraq heç vaxt gətirə bilmərik. Mütləq əvəzlik olaraq biz hər zaman obyekt əvəzliyindən istifadə edirik. Yenə təkrar edirəm, bu 3 qrup feilin üçündən sonra da eyni ya əvəzliklər gəlməlidir, ya da adlı halda olan isimlər gəlməlidir. Gəlin indi baxaq birinci qrup feillərə. Birinci qrup feillərimiz let və make-dir, yenə vurğulayıram. Let və make özündən sonra obyekt halda olan əvəzlik və ya adlı halda olan isim tələb edir. İkinci tərəfdə isə nə qeyd eləmişəm, onun sırasına baxın. Feili birinci formada tələb edir. Birinci forma nə demək? Infinitive forma deyilir əslində buna. Mən prosto yazsam dedim birdən anlamazsınız. Yəni birinci forma odur ki, work və ya listen. Bu ikincidən üçüncünü mən başa salanda biləsiniz ki, birinci formada demək nə deməkdir? Yəni nə feilin sonuna ayıcı artırılmır, nə zamana görə dəyişmir, nə es qəbul eləmir, heç bir şey. Ümumiyyətlə yadınızda saxlayın. Bu 3 qrup feil hansı zamanda olur olsun, istəyir indiki, istəyir keçmiş zamanda, unutmayın. İkinci gələn feili həmişə birinci formada istəyir. Yəni indiki sadə zamanda istəyir. Belə vurğuluyum. Tutaq ki, deyirəm, burada ikinci qrupda C-nin yerinə so görmüşüksə, bu keçmiş zamanda, mən gətirib burada qoyduğum feili heç vaxt zamana, şəxsə görə dəyişə bilmərəm. Onu unutmayın. Burada nə tələb edirsə, sadəcə birinci formada ING-li, to-lu və ya to-suzmu, o zaman onları qeyd edirsiniz. Demək, birinci qrup feillərimiz 2-cə dənədir, çox ən rahatlarından biridir, let və make. Özündən sonra feili birinci formada tələb edir. Tutaq ki, bax, mən burada bir dənə misal yazıram, görərsiniz deyə ümid edirəm. I let him, bax, obyekti qoydum, letdən sonra, do it. Mən ona bunu etməyə icazə verdim. I let him do it. Fərqi yoxdur, lap I make him olsun. I make him do it. Mən onu bunu etməyə məcbur etdim. Let və ya make. Gördüyünüz kimi ikinci qrup feildə, birinci qrup olan bu feillər, ikinci gələn feili sadə formada istəyir. Mən gətirib bura ING qoya bilmərəm, to-du qoya bilmərəm. Əgər bir testdə elə bir variant gəlirsə,
konkret olaraq o variantlarımız səhvdir. İkinci qrup feillərimiz hansılardır? İkinci qrup feillərimiz özünüz görürsünüz ki, bu qrup feillər özləri feili yenə də ikinci sırada olan yenə də obyekt əvəzliklərini tələb edirlər və adlı halda olan isimləri tələb edirlər. Bəs onlara nələr aiddir? Gəlin bunları qeyd edək. Onlara aid olan hissiyatla bağlı olanlardır. Məsələn, nələr hissiyatla bağlı? Görməkdir, eşitməkdir, hiss etməkdir, sezməkdir, izləməkdir, müşahidə etməkdir ki, bunlar ikinci qrup feillərdir və bu ikinci qrup feillər özlərindən sonra gələn feili ya ing istəyirlər, ya da ki, sadə formada istəyirlər, yəni birinci formada. Məsələn, playing və ya play. Bax, bunu unutmayın. Bir də qeyd edirəm. İkinci qrup feillər, bu sadaladıqlarımız, özlərindən sonra gələn feili ya ing-li formada, ya da sadə formada istəyirlər. İndi bunu bir dənə əlavə edeyim, sonra qarışdırmayaq. Tutaq ki, bir test edirik və yazılır ki, I see them, bax, mən onu buradan qeyd edeyim, sonra siləcəm buranı. I see, gördük, zemi qoyduq obyekt halda. Bax, burada əgər gəlib are playing verirsə, heç vaxt bu düz ola bilməz. Ümumiyyətlə, bu test are playing bizim davam edici zamanımızdır. Biz bu testlərdə ing deyəndə heç vaxt davam ediciliyi nəzərdə tutmuruq. Bu sadəcə bir qaydadır ki, biz onlardan sonra, yəni ikinci qrup feillərdən sonra qoyacağımız elə feilin öz formasında və ya ing formasında olmalıdır. Və bunu da unutmayaq ki, biz ikinci qrup feilləri ədlə bağlasaq, hər iki tərəfi də eyni zamanda qoyuruq. Yenə də vurğulayaq ki, bu qrup feillər istəyir keçmiş zamanda olsun, istəyir indiki zamanda olsun, onlar heç vaxt, bax bunu unutmayın, heç vaxt feili zamana, şəxsə görə dəyişməsini istəmir. Bax bunu unutmayaq. Demək, tamamlıq məsdər tərkibli mürəkkəb tamamlı feilin bitmiş tərzini ifadə edirsə, tamamlıq feili sifət tərkibli mürəkkəb tamamlıq isə feilin bitməmiş tərzini ifadə edir. Bunu misalla da qeyd edə bilərik. I saw him come into the room. Mən onun otağa gəldiyini gördüm. Bax, deyə bilərik ki, I saw, bircə dəqiqə, buradan qeyd edeyim. I saw him. Bax, tutaq ki, belə bir test verirdi. Enter, zero. Mən onun otağa daxil olduğunu gördüm. Bu testə baxanda biz bunun düz olmadığını əlbəttə görürük. Niyə? Çünki C-dən sonra C ikinci qrup feili bildirdiyinə görə biz heç vaxt burada to-nu verə bilmərik. Tutaq ki, bu testi bir də belə qeyd edirik. Cümləni I see him, bax, entering, yenə də zero. Bax, burada nə deməkdir? Mənim bayaq dediyim sözü bəlkə də cümlə olaraq anlamadınız. Bir də qeyd edirəm. Deyirik ki, mürəkkəb tamamlıqda olan ikinci qrupdakı feillər həm dedik ing tələb edir, həm də sadə formanı tələb edir. Və burada hərəkət bitməmiş də ola bilər, bitmiş də ola bilər. Bu nə deməkdir? Bax, mənim birinci yazdığım I saw him enter zero. Mən onun otağa daxil olduğunu gördüm. Mən üçün gördüm ki, otağa daxil olubdur. Burada hərəkət bitibdir. Bunu birinci unutmayın. İkincidə deyirəm ki, mən onun otağa daxil olduğunu görürüm. Yəni, mənim gördüyüm vaxtı o hələ də otağa daxil olur. Yəni, burada hərəkət bitməyibdir. Yəni, bayaq dediyim cümlənin əsas izahını bu misalla sizə qeyd edirəm. İkinci cümlədə, yəni orada girərkən daxil olduğunu görürüm. Amma birincidə o giribdir və mən onun daxil olduğunu gördüm. Bir də vurğulayaq, ikinci qrup feillər özündən sonra ing və ya da sadə formada olan bir feili istəyir. Bunu silirəm, buradan qarşılıqlıq düşməsin. Üçüncü qrup feillər hansılardır? Üçüncü qrup feillərimiz biraz çoxdur, boldur. Məsələn, to allow'dur, to try'dır, want'dur, expect'dir, would like'dır, let'dir, ask'dır, advice'dir, wish'dir, to know'dur, want'dur, qeyd eləmişik də bunların hamısını, bəli, want'dur, wish'dir, intent'dir, mean'dir, would like, should like, love, dislike, hate, order, comment, allow, offer, tell. Bunlar əslində çoxdur. Yəni, hamısını əlbəttə ki, üçüncü qrup feilləri bura qeyd eləməmişəm. Deyirsiniz, müəllimə izah eləyəndə hamısını qeyd edib. Xeyr, üçüncü qrup feillərin hamısını qeyd eləməmişəm. Əvvəlcədən də deyim. Yəni, sonra görəndə demin ki, yazılmayıbdır. Demək, bu qədər feil, yəni bundan əlavədə olan feillər yenə də özündən sonra obyekt halda olan əvəzliyi və adlı halda olan ismi tələb edir. Yenə vurğulayıram. Bu üç qrup feilin nə olur olsun, onlardan sonra gələn əvəzlik və adlı halda olan isim yeri eynidir. Əsas fərq buradadır. Birinci qrup feil sadə feil istədi, ikinci ing-li və
sadə formanı. Üçüncü isə mütləq özündən sonra nə istədi? Tuğlu məstər istədi. Bax, məsələn, deyirəm ki, mən səndən bizə gəlməyini istəyirəm. Bax, yazıram. I want. Üçüncü qrup feildirmi? You, bizim obyektimiz. To come, us. Bizə gəlməyini istəyirəm. Bax, yadınızda saxlayın. Tutaq ki, bir test verib, voltdan sonra you-nu qoyub, bura boşluq qoydu. Mən bura gətirib coming qoya bilmərəm, comes qoya bilmərəm, came qoya bilmərəm. Heç vaxt. Biz üçüncü qrup feilləri ona görə əzbər bilməliyik ki, hər birini. Onlardan sonra to-lu mu, ing-li mi və ya sadə formada gəldiyini çox rahatlıqla anlayaq. Ona görə mən hər zaman deyirəm şagirdlərimə də ki, mürəkkəb tamamlıq elə bir qaydadır ki, deyərdim ki, %90-ı əzbərləməkdir. Yəni, bu qrup feillərin hər birini ayrı-ayrılıqda əzbərləsəniz, testlərdə ümid edirəm ki, heç bir probleminiz olmaz. Sonra bir də nə deyim sizə, buranı silmək istəyirəm. Çünki bir şey başa salacağım, sizə də aydın olsun. Bir dəqiqə, bu da belə qalsın. Bax, biz nə dedik? Biz dedik ki, mürəkkəb tamamlıqda olan birinci qrup feillər özündən sonra feili birinci formada tələb edir. Mən bayaq da misal yazdım ki, bax, buradan da qeyd edirəm. I make, buradan qeyd edirəm o cümləni. Him do it. Mən onu, bunu etməyə məcbur elədim. Gördüyünüz kimi, bu birinci qrup feildir. Özündən sonra obyekt halda olan əvəzliyi istədi və feili sadə formada istədi. Bir dənə bunu unutmayın. Mürəkkəb tamamlıqda make-dir, ikinci qrup feillərdən hiyədir, si-dir ki, bunlar əgər passivlə işlənərsə, yəni məhcul növlə işlənərsə, özündən sonra to-nu tələb edə bilir. Bax, bunu unutmayın, bu bir ipucusudur. Bax, tutaq ki, mən deyirəm, mən onu məcbur etdim nəysə etməyə. Bir də var, deyirəm ki, I was made, mən məcbur edildim bunu etməyə. Məsələn, məni kimsə məcbur elədi ki, bunu edəm. To do it. Bax, gördüyünüz kimi biz bilirik ki, məhcul növ to be üstə gələk participle to, yəni feilin üçüncü forması. Görürsünüzsə ki, was made, were made-dən qeyd olunub, o zaman özündən sonra mütləqlik to-nu tələb etdi. Və ya deyirəm ki, mənə nəsə eşitdirildi. I was heard. Heard də bilirik ki, ikinci qrup feildir. Düzdürmü? Eşitmək sözü. Əgər bu da məhculla verilibsə, o zaman yenə də to go, məsələn, anywhere deyirəm, somewhere deyirəm. Mən kimsə eşitdirdi ki, harasa gedim, məsələn, deyirləri sənə deyirəm. Yəni, burada da yenə to be-nin passivlə işləndiyinə görə özündən sonra to-nu tələb etdi. Bir də make nə zaman to-nu tələb edir, bunu da unutmayaq. Bax, mən ifadələr qeyd edirəm. Make mistake ifadəsi, sonra make an attempt ifadəsi, sonra make suggestion ifadəsi, suggestion, təklif ifadəsi. Ümumiyyətlə, make-dən müəyyən ifadələr var ki, bunları da testlərdə eləyəndə qarşınıza çıxacaq. Yəni, nə demək istəyirəm? Bax, görürsünüz, bu testdə make-dən sonra him gəlib. Amma bu testlərdə make-dən sonra isim gəlibdir. Əgər make-dən sonra isim gəlirsə, əgər make to be ilə verilirsə, o zaman özündən sonra mütləq to-nu tələb etməlidir. I make a mistake, mən səhv etdim, to do it, mən bunu etməkdə səhv etdim. Bax, tutaq ki, belə bir cümlədir. I make a mistake, to do it. Bu bir cümlədir. Burada make-dən sonra obyekt halda heç nə gəlməyib ki, bu ifadə olduğuna görə özündən sonra to-nu tələb edir. Yəni, mürəkkəb tamamlıqda belə bir incəlik var. Yəni, bunu unutmayın. Bir də deyirəm. Let-dən make, let-i heç, make vurğuluya. Make, əgər məhcul növdə verilirsə, make müəyyən ifadələrlə verilirsə, o zaman özündən sonra gələn feili to-lu tələb edir. Bax, bunu unutmayaq. Bir də ki, qoy bunu da deyim, cümlədə and bağlayıcısı olmazsa, bu zaman hər bir feil özündən əvvəlki feillə uyğunlaşmalıdır. Yox, əgər burada and bağlayıcısı olarsa, bu bütün qrup feillərdir. O zaman and bunların hər ikisinə də aid olur. Sonra bayaq da bir də vurğulayaq, bu feillər özlərini şəxsə və zamana görə dəyişmirlər. Düzdür, birincilər dəyişə bilir. Bax, mən sizə bir söz dedim, bayaq sadaladığım bu feillər şəxsə və zamana görə dəyişir. Tutaq ki, deyirəm she makes. Burada she make yox, she makes olmalıdır. She makes-im, onu məcbur elədi nəsə etmək. Bu zamana görə dəyişə bilir. Amma buradakilər zamana görə dəyişə bilir. Burada qeyd elədiklərim ilk burada feili birinci formada ing və ya to-dur. Onlar isə zamana görə dəyişir. Birincilərdə no problem. Yəni birincilər normal olaraq zamana və şəxsə görə dəyişə bilirlər. Bunu yəni unutmayaq.
Mürəkkəb tamamlıq tərkibində işlənən əvəzlik mütləq obyekt halda olmalıdır. Bunu da qeyd elədik. Mürəkkəb tamamlıq tərkibində and ilə bağlanmış fe'lər olarsa, yəni hər iki tərəf o zaman eyni formada olur. Çünki ayrı-ayrı bir yer vaxtda vermək olmaz. İfadələri qeyd elədim. Make mistake, make attempt, make suggestion, make decision, make friend, make fire, make an effort. Yenə vurğularam, make-dən olan müəyyən qədər fe'llər var ki, o zaman make-li bu ifadələrdən sonra to gəlir. Demək, make iki halda to-nu tələb elədi. Biri passivdə olarsa, biri isə bu ifadələrdə olarsa, mütləq özündən sonra to-nu tələb edir. Çox rahat bir qaydadır, çox əzbərçi bir qaydadır, vurğulayıram həqiqətən və ümid edirəm ki, başa düşəsiniz. Testlərdə də konkret olaraq baxırsınız, nöqtələrdən sonra gələn bir to mu var, ing mi var, bu sizə ipucudur. ING-ni gördüyünüz yerdə ikinci qrup fe'lləri düşünürsünüz. Sadə formanı gördüyünüz yerdə birinci və ya ikinci qrup fe'lləri nəzərdə tutun. To-nu gördüyünüz yerdə sırf ağlınıza üçüncü qrup fe'l gəlməlidir. Ona görə siz gedin, qəşəng bu fe'lləri özünüz üçün əzbərləyin ki, testdə də heç bir probleminiz olmasın. Belə, məndən bu qədər. Dinlədiyiniz üçün, baxdığınız üçün təşəkkür edirəm. Hələlik.